Hər vaxtınız xeyir, Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Türkiyə Suriyada quru əməliyyatlarda iştirak etmək üçün müttəfiqlərinə müraciət edib. Seul, Pxenyana münasibətdə sərt mövqe nümayiş etdirir. Neft hasilatının dondurulması haqda razılıq əldə olunur. Türkiyə rəsmisinin bildirdiyinə görə Türkiyə Suriyada quru əməliyyatlarda iştirak etmək üçün müttəfiqlərinə müraciət edib. O, yalnız bu yolla 5 illik müharibəyə son qoyulacağını deyib. Türkiyə Səudiyyə Ərəbistanı ilə bərabər Suriyada İslam dövlətinin mövqelərini hədəf alan koalisiya qüvvələri tərkibində hava əməliyyatlarında iştirak edir. Səudiyyə Ərəbistanı da quru əməliyyatlarında iştirak etmək istəyir. Dünən Suriya prezidenti hər iki ölkəni tənqid edərək onların xarici qüvvələr tərəfindən istiqamətləndirildiyini bildirib. Bəşər Əl-Əsəd deyib ki, Türkiyə və Səudiyyə Ərəbistanı əmrləri yerinə yetirən davamçılardır. Suriyanın dövlət başçısı vətəndaş müharibəsinin ilk aylarından bəri beynəlxalq münaqişəyə çevrildiyini və təklif edilən atəşkəsin həyata tətbiqinin asan olmayacağı barədə xəbərdarlıq verib. Suriyada müxalif tərəflərin cəlb olunduğu hərbi münaqişə Türkiyə hərbi qüvvələrinin sərhəddə ABŞ-ın dəstəklədiyi Kürdistan Xalq Müdafiə Qrupu YPG-nin mövqelərini atəşə tutması ilə daha da mürəkkəb xarakter alıb. YPG Türkiyədə fəaliyyəti qadağan olunmuş Kürdistan Fəhlə Partiyasının qanadı olan Demokratik Birlik Partiyasının hərbi cinahıdır. Türkiyə həm PYD, həm də PKK-nı terrorçu qrup hesab edir. Cənubi Koreya prezidenti Park Geun-hye Şimali Koreyaya xəbərdarlıq edərək bildirib ki, Pxenyan nüvə silahı istehsalı üzərində fəaliyyəti davam etdirsə, Seul daha da sərt tədbirlər görəcək. Bugün Milli Assambleyada çıxış edən prezident Park, Şimali Koreyanın nüvə və balistik raketləri sınaqdan keçirilməsinə cavab olaraq Şimali Koreya ilə birgə istifadə etdiyi Kaesong sənaye obyektini bağlamaq qərarını müdafiə edib. O bildirib ki, Şimali Koreya ilə xoş məramlı diplomatik əməkdaşlıq görünür işə yaramır və Seul, Şimali Koreyanı nüvə proqramının inkişaf etdirilməsinin rejim dəyişikliyinə gətirib çıxaracağına inandırmaq məqsədi ilə sərt və effektiv ölçülər götürəcək. Şimali Koreya fevralın 7-si uzun mənzilli raketi sınaqdan keçirib və orbitə özünün iddia etdiyi kimi yer kürəsini müşahidə peyki yerləşdirib. Beynəlxalq ictimaiyyət bu addımı BMT-nin sanksiyalarının ciddi şəkildə pozulması kimi adlandırıb. Cənubi Koreya, ABŞ və Yaponiyaya qoşularaq BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı sanksiyaların yeni raundunu tətbiq etməyə çağırıb. Dünyaya Baxış web xəbər bültenini izləyirsiniz. Dünyanın neft istehsal edən ən böyük 4 ölkəsi neft qiymətlərinin sabitləşdirilməsi məqsədi ilə hasilatın dondurulması haqda razılıq əldə edib. Rusiya, Səudiyyə Ərəbistanı, Venezuela və Qətərin neft nazirləri çərşənbə günü Dohada bağlı qapılar arxasında görüş keçirib. Qətərin neft naziri Məhəmməd Salih Əl-Səda görüşdən sonra jurnalistlərə razılığın əldə edildiyi barədə məlumat verib. 4 ölkə neft bazarını sabitləşdirmək məqsədi ilə neft hasilatını yanvar ayı səviyyəsində saxlamaq haqda razılıq əldə edib. Amma bir şərtlə ki, digər nəhəng istehsalçılar da bunu edəcək. Bu görüş ona işarə edir ki, OPEC üzvləri daxil olmaqla neft istehsal edən digər ölkələr də neft hasilatının dayandırılmasına razı olacaq. Son 19 ay ərzində neftin qiyməti düşərək 10 ildə ilk dəfə olaraq bir barel üçün $30 aşağı səviyyəyə enib. Los Angeles'də ən yaxşı rap albomuna görə Grammy mükafatına layiq görülən Kendrick Lamar səhnədə çıxışı ilə auditoriyanın rəğbətini qazanmaqla yanaşı Ağ Evdə də alqışlarla qarşılanıb. Lamar, To Pimp və Butterfly albomundakı mahnılarına görə daha 3 Grammy mükafatına layiq görülüb. Rapper pop ulduz Taylor Swift ilə onun Bad Blood mahnısını ifa etdikləri birgə klipə görə Grammy mükafatı alıb. Mərasimi Out of the Woods mahnısı ilə açan Swift az sonra ilin ən yaxşı albomu və ən yaxşı səsinə görə Grammy mükafatlarına layiq görülüb. Grammy mükafatlarının təqdimatı mərasimində tamaşaçılar Broadway-in Hamilton musiqili tamaşasından parçalar Adele'in ifasında bu mahnıdan zövq ala bildi. John Legend, Demi Lovato, Tyrese və Luke Bryan isə birlikdə əfsanəvi Lionel Rich'in şərəfinə mahnı ifa etdilər.
Müğənnilər Mark Ronson və Bruno Mars Uptown Funk mahnısına görə ilin ən yaxşı səs yazısı kateqoriyasında Grammy-yə layiq görülüb. İlin ən yaxşı mahnısı kateqoriyasında Grammy mükafatını isə Thinking Out Loud mahnısının ifaçıları Ed Sheeran və Amy Wedge alıb. Sheerana eyni zamanda ən yaxşı rock ifaçısı kimi də Grammy təqdim edilib. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız www.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizlə sağollaşıram. Salamat qalın.